Afrikanın mərkəzində yerləşən Demokratik Konqo Respublikası zəngin təbii sərvətləri və geniş ərazisinə baxmayaraq dərin yoxsulluq və ciddi sosial problemlərlə üz-üzədir. Paytaxt Kinshasa milyonlarla insanı cəmləşdirsə də, şəhərin özü belə ibtidai şəraitdən qurtula bilməyib. Ölkənin zənginliyi əhalidən çox xarici şirkətlərin cibinə işləyir. Bugün Konqo dünyanı qidalandıran mədənlərin arxasında gizlənmiş bir sağ qalma savaşının mərkəzinə çevrilib. Coğrafi baxımdan Afrikanın mərkəzində yerləşən Konqonun bir çox qonşusu var. Məsələn, Sudan, Uganda, Ruanda, Burundi, Tanzaniya və Angola Demokratik Konqo Respublikasının qonşu dövlətləridir. Ölkənin rəsmi pul vahidi isə Konqo frankıdır. Lakin bu ölkəyə səfər etdikdə nağd ödənişlə yanaşı kredit kartı ilə də alış-veriş etmək mümkündür. Həmçinin Konqo frankını ölkə xaricinə çıxarmaq qəti şəkildə qadağandır. Ölkədən çıxmazdan əvvəl mütləq əlinizdəki frankları dollara çevirməlisiniz. Əks halda sərhəddən keçmək mümkün deyil. Əgər səfər etsəz nəzərə alın ki, hava limanlarında, dövlət binalarında və hökumət saraylarının qarşısında şəkil çəkdirmək qəti şəkildə qadağandır. Bu tip binalar ölkədə milli təhlükəsizlik obyektləri sayılır və hər hansı hücum ehtimalına qarşı onların görüntülərinin çəkilməsinə icazə verilmir. Bu səbəbdən əskərlər əllərində kamera olan hər kəsə qarşı həmişə ehtiyatlı davranırlar. Üstəlik ölkənin adında yer alan Konqo sözü əslində ovçu mənasını verən bir qəbilə adıdır. Bu ölkədə 200-dən çox afrikalı etnik qrup və onlarla qəbilə yaşayır. Əhalinin ən sıx yaşadığı yer isə 17 milyon insanın toplandığı paytaxt Kinshasa şəhəridir. 90 milyondan artıq əhalisi olan bu Afrika ölkəsində rəsmi dil təxmin etdiyiniz kimi fransızcadır. Hətta Kinshasa dünyanın ən böyük fransız dilli metropol şəhəridir. Kinshasa həm sıx əhalisi, həm də paytaxt olması ilə bəlkə də sizə müasir şəhər təəssüratı yarada bilər, amma elə deyil. Şəhərin mərkəzi bazarlarında küçələr palçıq və torpaq içindədir. Ucuzluq səbəbilə şəhərdə ən çox istifadə edilən nəqliyyat vasitəsi isə motosikletlərdir. Şəxsi avtomobili olan insanların sayı olduqca azdır, lakin içərisi adamla dolu olan yerli mikroavtobuslardan bol-bol görmək mümkündür. Evlərin əksəriyyətində elektrik yoxdur. Elektrik olan evlərdə də tez-tez işıqlar sönür. Bundan əlavə, ölkədə evlərdən çıxan məişət tullantıları küçələrin dörd bir tərəfinə atılır. Çünki burada işlək vəziyyətdə olan bir tullantı toplama sistemi yoxdur. Belə böyük bir ölkənin paytaxtında vəziyyətin bu şəkildə olması isə yalnız kolonializm keçmişi ilə izah olunmur. Afrikanın bir çox ölkəsində olduğu kimi, Demokratik Konqo Respublikasında da böyük korrupsiya halları mövcuddur. Korrupsiyanın əsas səbəbi isə təbii ki, savadsızlıq və qeyri-peşəkarlıqdır. Ölkədə hər kim hakimiyyətə və ya yüksək vəzifəyə gələrsə, əksəriyyəti yoxsul təbəqədən gəldiyindən dövlətə xidmət adı altında onu istismar etməyə başlayır. Məsələn, bu şəxs 1970-ci illərdə ölkəyə rəhbərlik edirdi və Konqo xalqına aid 5 milyard dollarlıq dövlət xəzinəsini mənimsəmişdi. 1996-cı ildə Konqo xalqı üsyan edərək onu devirməyi bacardı, lakin ondan sonra gələn liderlər də ölkəni korrupsiyadan xilas edə bilmədilər. Bugün ölkə əhalisinin cəmi 2% dəbdəbəli şəraitdə yaşayır. Bu şəxslərin ailələri isə demək olar ki, hamısı dövlət strukturlarında çalışan siyasətçilərdən ibarətdir. Bu siyasətçilərin övladları heç vaxt kasıb məhəllələrə getmir. Daim ölkənin ən elit məkanlarında vaxt keçirirlər. Ölkədə kasıb məhəllələrlə yanaşı özünü zəngin kimi göstərən insan qrupları da mövcuddur. Bu insanlar əsasən musiqi ilə məşğul olurlar və dəbli geyimləri ilə ölkəyə rəng qatırlar. Daim şən və zərərsizdirlər, amma bu cür korrupsiyalaşmış liderlər və onların övladları səbəbi ilə ölkədə xalqa sərmayə yatırılmır və insanlar ibtidai şəraitdə yaşamağa davam edirlər. Məsələn, bazarlıq etməyə gedən bir adamın bazar arabası belə olmur. Aldığı ərzaqları başında daşıyır və ya qatar bileti ala bilmədikləri üçün qatarların üstünə minirlər. İctimai yollarda isə insanlar ya daşıyıcılıq edir, ya küçə süpürür, ya da qurd, tırtıl kimi şeylər sataraq dolanmağa çalışırlar. Ölkədə sağlam ətə çıxış çox çətindir. Buna görə də insanlar protein ehtiyaclarını bu cür qurda bənzər canlılarla qarşılayırlar. Bəziləri isə daha ağır işlərə qatlanır. Məsələn, şəhərdən aldıqları ərzaqları kəndlərdə satmaq üçün velosipedlə yollar
yollara çıxırlar. Amma bu ölkədə həqiqətən çox çətindir. Çünki velosipedlər palçıqlı yollara dözmür və bu zaman gerçək bir sağ qalma mübarizəsi başlayır. Bəzən kəndlərə vaxtında çata bilmirlər və gecənin ortasında palçıqlı velosipedləri ilə yollarda ilişib qalırlar. Bu pis yollar üzərində velosiped sürmək demək olar ki, mümkünsüzdür. Bu səbəbdən velosipedləri yük arabası kimi istifadə edir, özləri isə kilometrlərlə yol qət edirlər. Şəhərlər arasında yük daşıyanlar da çox da şanslı sayılmır. Tırlar yolda qarşılarına çıxan gözlənilməz sürprizlərlə tez-tez üzləşirlər. Bəzən çox dar keçidlərdən keçməli olurlar, bəzən palçığa batırlar, bəzənsə təkərləri iti cisimlərə ilişərək partlayır. Ölkənin sərhəd bölgələrində isə ciddi təhlükəsizlik problemləri yaşanır. Birləşmiş Millətlərə bağlı sülh qüvvələri Afrikadakı dövlətlər arasında ola biləcək savaşların qarşısını almaq üçün sərhədlərdə patrul çəkirlər. Afrikalı dövlətlər arasında diplomatik münasibətlərin bu qədər zəif olmasının əsas səbəbi isə işsizlik və yoxsulluğun onları başqa ölkələrin resurslarına yönəltməsidir. Bu resursların başında isə əlbəttə kobalt və qızıl kimi qiymətli mədənlər gəlir. Buna görə də üsyançı qruplar daim bu əraziləri hədəfə alırlar. Qızılın o qədər dəyərli olduğunu izah etməyə ehtiyac yoxdur, amma bəs kobalt niyə bu qədər dəyərlidir? Çünki bugün telefon və notebooklarımızda istifadə etdiyimiz litium bateriyaların demək olar ki, hamısı kobaltdan hazırlanır. Buna görə də kobalt insan həyatındakı texnoloji cihazlar üçün olduqca həyati və nadir bir materialdır. Hətta Çin şirkətləri bu ölkədəki kobalt mənbələrinin gələcəkdə qiymətləndiriləcəyini illər əvvəl sezdi və Konqodakı 19 kobalt şirkətindən 15-ini satın aldı. Yəni bugün Çində istehsal olunan bir elektron cihaz alırsınızsa, bilin ki, onun xam malı çox güman ki Konqodan çıxarılıb. Hətta Çin şirkətləri Konqo çayının dərinliklərində qızıl axtarış mərkəzləri də qurublar. Bu çaylardan ildə təxminən 800 kiloqram qızıl çıxarılır və bu qızıl mədənlərinin 90%-dən çoxu birbaşa Çin şirkətlərinə gedir. Konqolu işçilər isə bu zəhmətləri müqabilində yalnız o günü ac qalmadan keçirirlər. Mədənlərdə iş zamanı tez-tez mübahisə və qarşıdurmalar da baş verir. Bəzən Afrikalı işçilər nəzarətdən çıxır və əlbəyaxa dava edirlər. Çünki iş sahələrində iş təhlükəsizliyi adlanan bir anlayış demək olar ki, yoxdur və çox sayda qəza baş verir. Belə olan halda Afrikalı yerli sakinlər şirkət nümayəndələrinə qarşı çıxırlar. Mədənlərlə yanaşı çaylarda çalışan bir çox işçi də təmiz su əldə edə bilmir. İnsanlar çaylardan bulanıq və palçıqlı su içərək su ehtiyaclarını ödəməyə çalışırlar. Çoxları bədənlərinin buna alışdığını və xəstələnmədiklərini desələr də, belə su içmək gələcəkdə damar tutulmalarına və həzm problemlərinə səbəb olacaq. Bəzi bölgələrə bidonlarda təmiz su göndərməyə çalışırlar. Lakin əhali o qədər çoxdur ki, ölkənin hər yerinə təmiz su çatdırmaq demək olar ki, mümkünsüzdür. İnsanlar təmiz su tankerini görən kimi evlərindən plastik qablarla çıxıb ora tərəf qaçır və böyük izdiham yaranır. Tankerin damcı-damcı axan suyu o qədər dəyərlidir ki, bir damcının belə hədər getməsini istəmirlər. Bəzi Konqolu ailələr artıq özlərinə belə baxa bilmədiklərindən beynəlxalq yardım təşkilatlarının qurduğu çadırlarda yaşamağı üstün tuturlar. Təbii ki, bu çadırların sayı da kifayət deyil. 90 milyon insanı doyurmaq üçün daha çox ehtiyac var. Mədənlərdə çalışan Afrikalı işçilər isə vəziyyətdən narazıdırlar. Çünki çirkab içində, toz torpaqla boğuşaraq torpağın altından mədən çıxarırlar və aylıq qazancları sadəcə $15-dır. Bu səbəbdən də Çin şirkətləri barədə çox mənfi fikirlərdədirlər. Belə baxanda Demokratik Konqo Respublikası dünyanın işçi qüvvəsinin ən ucuz olduğu ölkələrdən biridir. Amma bu insanların iş şəraiti həqiqətən də qəbul edilə biləcək səviyyədə deyil. Onlar torpağın altında istənilən an uçqunda qala bilərlər. Torpağın üstündə isə bədənləri həddən artıq nəm qalır. Bəzi Konqolularsa insanları soymaq yerinə özlərini tamamilə təcrid edib vəhşi qəbilə həyatı yaşayırlar. Meşələrin dərinliklərində ox və yay ilə tələlər quraraq heyvan ovlayırlar. Bu insanlar əcdadlarından miras qalan ənənələri davam etdirirlər və şəhər həyatını sevmirlər. Lakin meşələrdə onları başqa təhlükələr gözləyir və həyatları o qədər də təhlükəsiz sayılmır. Ov zamanı bəzən qəfil qarilla sürüsü ilə qarşılaşırlar. Belə vəziyyətdə edə biləcək ən ağıllı iş qaçmaqdır. Təbiətlə necə mübarizə aparmağı nə qədər yaxşı bilsələr də, qarilla və şir kimi heyvanlarla bacarmaq Afrikalı üçün də çətindir. Üstəlik, ölkədəki xəstəxanalar təcili yardım baxımından bu günün 50 il gerisindədirlər. Ölkədəki qadınlarsa böyük psixoloji sarsıntı içindədirlər. Çox sayda qadın uşaqları ilə birlikdə reabilitasiya mərkəzlərində yaşadıkları travmaları atlatmağa çalışır. Çünki ölkə üzrə qadınlara qarşı ağlınıza gələ biləcək bütün pis davranış formaları tez-tez baş verir. Qəbilələr arasında baş verən hər daxili savaşdan sonra bir çox qadın əsir götürülür və pis rəftara məruz qalır. Buradan belə bir nəticə çıxarmaq olar. Əgər bir ölkədə həyat kişilər üçün bir qat çətindirsə, qadınlar üçün bu 3 qat çətindir. Ölkədə yaş ortalaması cəmi 23-dür.
küçələrdə olduqca çox sayda az yaşlı uşaq var. Demək olar ki, hər küncdə uşaqlar oynayır, amma onların böyük əksəriyyəti məktəbə gedə bilmir. Ailələr mümkün qədər çox uşaq dünyaya gətirirlər, çünki uşaqların çoxu uzun müddət yaşaya bilmir. Bəlkə onlardan bir neçəsi həyatda tutunar və ailəyə kömək edər deyə hər ailədə rahatlıqla 4-5 uşaq böyüdülür. İnsanların gündəlik həyatda ən böyük əyləncəsi isə qarşılıqlı güləşməkdən ibarətdir. Xülasə, Demokratik Konqo Respublikası Afrikanın ən sıx əhalili ölkələrindən biridir və bu sıxlıq da yoxsulluğu özü ilə birlikdə gətirib. İnsanlar sərhəd bölgələrində təhlükə ilə üz-üzədir və ümumilikdə xalqın böyük hissəsi xoşbəxt deyil. Təhsil və səhiyyə sistemi ən sadə səviyyədədir. Ölkədə ciddi korrupsiya və mənəvi çöküş yaşanır. Ən qiymətli mədənlərin demək olar ki, hamısı xarici şirkətlərin nəzarətindədir. Demokratik Konqo Respublikasının rifah və sabitliyə qovuşa bilməsi üçün ölkə xarici şirkətlərdən təmizlənməli və idarəçiliyə layiqli, vətənpərvər insanlar gətirilməlidir. Əks halda bu ölkənin vəziyyəti düzələcək kimi görünmür. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun. Thank you.